Erdoğan Ukrayna üçün Trumpla Putini bir araya getirmeye çalışır. Tarihi görüş Türkiye'de olabilir. Amerika Birleşmiş Ştatları Prezidenti Donald Trump, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sülh razılaşmaları üçün gələcəyi təqdirdə Türkiyəyə gəlməyə hazır olduğunu bildirib. Reportun Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Recep Tayyip Erdoğan NATO samitinin keçirildiyi Haqadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Bizim əsas məqsədimiz ölkəmizdə liderlər səviyyəsində görüş keçirmək və çoxdan gözlənilən sülhə nail olmaqdır. Mən Haqadakı görüşümüz zamanı bu barədə Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump'ı da məlumatlandırdım. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin nizamlanma üçün İstanbula və ya Ankara'ya gəlsə, o da İstanbula və ya Ankara'ya gələcək. Biz lazımi təmasları edəcəyik və inşallah tezliklə görüşəcəyik.